Çin texnologiyada inqilabi yüksəliş edir. Robotexnika sahəsində yeni güc mərhələsi. Megaxəbər.az xəbər verir ki, Çin son dövrlər robotexnika və süni intellekt sahəsində inkişaf tempini daha da artırıb. Ölkədə həm sənaye, həm də müdafiə sektorunda avtonom sistemlərin tətbiqi genişlənir. Pekində keçirilən illik iclas, Milli Xalq Konqresi çərçivəsində təqdim olunan yeni inkişaf planında robotika, humanoid sistemlər və süni intellekt əsas prioritet istiqamətlər kimi müəyyən edilib. Plana əsasən 2026-dan 2030-cu illərdə bu sahələrə böyük investisiyaların yönəldilməsi nəzərdə tutulur. Mütəxəssislər bildirirlər ki, Çin artıq fabriklərdə yüksək dəqiqlikli sənaye robotlarından geniş istifadə edir. Eyni zamanda dörd ayaqlı və humanoid robot platformalarının test mərhələsini genişləndirir. Bu texnologiyalar logistika, istehsalat, təhlükəsizlik və fövqəladə hallara müdaxilə kimi sahələrdə tətbiq olunur. Son günlər sosial mediada robot ordusu ilə bağlı yayılan görüntülər isə əsasən texnoloji nümayiş xarakteri daşıyır. Analitiklərin fikrincə, bu sistemlər tam müstəqil hərbi qüvvə olmasa da, gələcəkdə müdafiə sənayesində rolunun artacağı istisna edilmir. Beləliklə, Çin robotexnika və süni intellekt sahəsində atdığı addımlarla qlobal texnologiya yarışında mövqeyini möhkəmləndirməyə çalışır və yeni mərhələyə keçid etdiyini nümayiş etdirir.